İfadənin qiymətini deyir, tapın. İlk öncə nəyə diqqət edək? Məsələn, götürürəm mənfi 2 ədədi. Çünki A-nın qiyməti burada mənfi 2 verilir. Mənfi 2-nin cüt dərəcədən qüvvətini tapaq. Mənfi 2-nin kvadratı. Yəni, qüvvətdə 2 varsa, mənfi 2-ni 2 dəfə öz-özünə vururuq. Mənfi 2 vurulsun mənfi 2. Mənfi ilə mənfinin hasili müsbət ədədə bərabərdir. Və yaxud götürsək mənfi 2 üstü 4. Göründüyü kimi yenə də 4 cüt ədəddir. Yəni, qüvvət cüt olduqda mənfi 2-ni burada da 4 dəfə öz-özünə vururuq. Göründüyü kimi hasil mənfi 2 ilə mənfi 2-nin hasili 4. Burada da mənfi 2 ilə mənfi 2-nin hasili 4-ə bərabər. 4-ü də 4-ə vursaq bərabər olacaq 16-ya. Belə qaydaya gəlirik ki, belə. Deməli, mənfi ədədi. Əgər mötərizənin daxilində mənfi ədəd varsa, mənfi ədədin cüt dərəcədən qüvvəti müsbət ədədə bərabərdir. İndi qüvvətin tək halına baxaq. Məsələn, götürürəm mənfi 2-nin kubu. Baxın, qüvvətdə tək ədəd var, 3. Deməli, mən mənfi 2-ni 3 dəfə öz-özünə vurmalıyam. Mənfi 2 vur, mənfi 2 vurulsun, mənfi 2. Mənfi 2 ilə mənfi 2-nin hasili 4. 4-ü də vururuq mənfi 2-yə. O da bərabərdir mənfi 8-ə. Mənfi 2 üstü 5. Burada da mənfi 2-ni 5 dəfə öz-özünə vursaq, qüvvət tək ədəd olduğu üçün mənfi ədədə bərabər olacaq. 2-ni də 5 dəfə öz-özünə vursaq, edəcək mənfi 32. İndi keçək tapşırığımızı həll etməyə. Deməli, bizə verilir A bərabərdir mənfi 2. A-nın qiyməti 2 verilib. A mənfi 2-yə bərabərdir. Harada A varsa, mənfi 2 ilə əvəz edirəm. Mənfi 2 üstü 6 plus mənfi 2 üstü 5 plus mənfi 2-nin kubu plus mənfi 2-nin kvadratı plus mənfi 2 plus 2 bərabərdir. Baxın burada, göründüyü kimi mənfi 2 üstü 6 qüvvət cüt ədəddir. Qüvvət cüt ədəd olduğu üçün, deməli, qüvvətin cüt olma xassəsini tətbiq eləyəsik, alınan cavab müsbət ədədə bərabər olacaq. 2-ni 6 dəfə öz-özünə vururuq. 2-ni 6 dəfə öz-özünə vursaq, 64 edir. Plus mənfi 2 üstü 5. Burada da mənfi 2-ni 5 dəfə öz-özünə vursaq, hasil mənfi ədədə bərabərdir. Mənfi 32 plus mənfi 2-nin kubunu tapsaq, qüvvət təkdir. Mənfi ədəd mənfi 2-nin kubu mənfi 8-ə bərabərdir. Plus mənfi 2-nin kvadratı. Qüvvət cüt ədəd olduğu üçün qüvvəti yox edəcək. Mötərizəni açsaq, o zaman müsbət ədəd alırıq. Mənfi 2-nin kvadratı 4-ə bərabərdir. Plus mənfi 2 plus 2. 64. Baxın, müsbət. Mötərizənin daxilində mənfi var. Mən mötərizəni yox eləsəm, müsbət işarəsi mənfi ilə əvəz olunur. 64 çıxılsın 32. Eyni qayda mənfi 8-in işarəsi. Baxın, burada 8-in işarəsi mənfidir. Mötərizənin qarşısında müsbət var. Mötərizəni yox etsək, yenə mənfi 8-ə bərabərdir. Plus 4 çıx 2 plus 2. Göründüyü kimi burada mənfi 2 ilə müsbət 2 islah olur. Yəni, mənfi 2-nin üstünə 2 gəlsək, 2-dən 2 çıxırıq. 0-a bərabərdir. 64-dən 32 çıxsaq, 32. 32-dən 8 çıxsaq, 24. 24-ün üstünə 4 gəlsək, o da 28-ə bərabər olacaq. İndi isə A-nın qiymətini 0 götürək. A-nın qiyməti 0 olduqda A bərabərdir 0. Harada A varsa 0 ilə əvəz edək. 0-ın 6-cı dərəcədən qüvvəti plus 0 üstü 5 plus 0-ın kubu plus 0-ın kvadratı plus 0 plus 2 bərabərdir. 0-ın 6-cı dərəcədən qüvvəti 0, yəni 0 6 dəfə öz-özünə vursaq, 0-a nəyə vursaq
ümumiyyətlə 0-a bərabərdir. 0 üstü 6, yəni 0 6 dəfə öz-özünə də vursaq, yenə nə alasıyıq? 0 plus 0 plus 0 plus 0 plus 0 plus 2. Bu cəmini tapsaq, edəcək 2. 10-a baxaq. 10 üstü 6 plus 10 üstü 5 plus 10 üstü 3 plus 10'un kvadratı plus 10 plus 2. İfadənin qiymətini tapın. Baxın burada. İlk öncə 10'un kvadratını tapsaq. 10'un kvadratı, onu 2 dəfə öz-özünə vursaq 100. 10'un kubu. Onu 3 dəfə öz-özünə vursaq 1000. 10 üstü 4 10.000. 10 üstü 5 100.000. 10 üstü 6 1 milyon. Yerine yazsaq 1 milyon üstə gəlinsin 100.000 10.000. İndi burada 10'un kubu verilib 1000. 10'un kubu 1000 plus 10'un kvadratı 100 plus 10 plus 2. Adi qaydada toplayırıq. Cəmi tapsaq edir 1 milyon 101 min 112.